2008-2015-ci ildə Muxtar Respublikada əhalinin etibarlı ərzaq təminatına dair qəbul edilən dövlət proqramına uyğun olaraq heyvandarlığın inkişafı sahəsində çox böyük işlər görülüb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əməkdaşları Ordubad rayonunun Əyriçay, Tüklü, Çəmən yaylıqlarının ərazisindəki obalarda olub, heyvandarlarla maarifləndirici söhbətlər aparıblar. Onlar rayonun Xələşli yurdunda yerləşən Babək rayonunun Naxçı-Nərgiz kənd sakini sahibkar Qəzənfər Qurbanovun obasında olub, söhbət ediblər. Bu obada 1000 başa yaxın xırda buynuzlu heyvan bəslənir. Sahibkar Qəzənfər Qurbanov deyir. Mənim burada ərazim 381 hektardır və heyvanımın sayı isə 1000 başa yaxın olub. Demək 7 il ərzində 700 baş heyvan artırmışam. Mənə burada ümumiyyətlə dövlət tərəfindən çox böyük qayğılar göstərilib. Mütəmadi olaraq bizə gəlib baş çəkirlər. Mən burada təhlükəsiz bugün ailəmlə, uşağımla burada yaşayıramsa, məhsul istehsal edirəmsə, bu dövlətimin bizə göstərdiyi qayğıya görədir. Rayonun Tüklü Çəmən yaylağında da qoyun quzular otlu, sulu yerlərdə saxlanılır. Dəniz səviyyəsindən 3100 metr yüksəklikdə yerləşən bu oba Gəncəli rayonunun Çalxanqala kənd sakini fermer Tahir Abdullayevə məxsusdur. Burada da 1000 başdan yuxarı heyvan saxlanılır. Qeyd edək ki, əməkdaşlar həmin yaylaqdakı digər obada Culfa rayonunun Bələniyər kənd sakini sahibkar Telman Hüseynovun obasında olub. 1500 baş xırda buynuzlu heyvan bəslənilən bu obada heyvanların saxlanılması üçün hər cür şərait var. Dəniz səviyyəsindən 3000 metr yüksəklikdə olan Ordubad rayonunun Əyriçay yaylağının 3 nömrəli yurdunda isə Babək rayonunun Naxçı-Nərgiz kənd sakini sahibkar Araz Məmmədovun obası məskunlaşmışdır. Digər obalarda olduğu kimi bu obada da heyvanlar otlu sulu şəraitdə bəslənilirdi. Obada hər bir şəraitin olduğunun şahidi olduq. Yay otlaqlarında qoyunlara zoobotə qaydalarına uyğun qulluq edilməsi və xüsusən də yovşan bitkisinin əhəmiyyəti və həmçinin çay otlaqlarında ekoloji tarazlığın qorunması barədə də oba sakinlərinə ətraflı məlumat verilib. Eyni zamanda onlara mövzu ilə bağlı broşürlər paylanılıb. Davamlı olaraq sahibkarlarla bir yerdə oluruq. Onları heyvanların saxlanmasında, heyvanlıqda baş verə biləcək xəstəliklərin qarşısının alınmasında, heyvanların bəslənilməsində, yemlənməsində, yem payının tərtibində köməkçilik məqsədi ilə onları yerlərdə maarifləndirməklə yanaşı yaddaş kitabçaları da tərtib edib onlara veririk ki, onlar bu yaddaş kitabçalarından bəhrələnsinlər. Lalə Zar Hüseynova, Həmid Quliyev, Arzu Sadiqov, xəbərlər.